məsafəni qoru. Tələbəmiz Sərkan bəylə bugün şəhər daxil sürmə dərsimizdəyik. Bax, diqqətlə tunelə daxil olduq. Qələbə dairəsi istiqamətindən gəldik, düşdük tunelə. Üzü Dərnəqul istiqamətinə gedirik, Zəbunələ prospektinə. Bax, iki zolaq buradan düşür. İndi görəcəksən ki, soldan iki zolaqda İlmiyanvar istiqamətinə, İlmiyanvar metro stansiyası istiqamətindən yoldan gəlib, bax, iki zolaqda düşür bu tunelə. Fikir ver, bax, iki zolaq bizim gəldiyimiz istiqamətdə, iki zolaq bax, o istiqamətdə. Bax, nə zaman ki, Qələbə dairəsindən gəlsən, kənar sağ zola tut. İlmiyanvardan gəlsən, kənar sol zola tut. De niyə? Bax, diqqətlə 4 zolaqda. 1, 2, 3, 4 zolaq. Düzdürmü? Gecikmə. Birazdan bu 4 zolaqlı yol olacaq 2 zolaq. Butulka effekti yaradıblar. Və bax, bu ikinci və üçüncü zolaqda olanlar, birinci zolaq bizim zolaqdır. Birinci zolaq, ikinci və üçüncü. İkinci və üçüncü zolaqda olan maşınlar özlərinə mövqe tapa bilməyəcəklər. Başlayacaqlar sağdakını, soldakını sıxaraq özlərinə mövqe tutmalı. O nöqtəyə nəzərdən deyirəm ki, çalışıb bu zolağı tutəmişim. Oldu? Get, o gedir, sən də get dostum. Bax, davam edirik. Görürsən, hələ ki 4 zolaqdır. Yavaş-yavaş sürücü artıq butulka effekti yaranır burada. Diqqət elə, olacaq 2 zolaq. Və Allah eləməsin, burada qəza baş versə, bax, bu ortada qalanlar var, ha. Bax, bu onlar gün aşağı çıxacaq və yerdə çəkilmiş qoşa xəttə bax, düzgün çəkilməyir. O 1.3 finişlanma xəttidir. Bu ən az 4 zolaq yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırmaq üçündür. Bax, görsən, baba, maşın qaldı ortada. Məcbursan sən yol verəsən artıq. Bax, işte. Bax, görsən, olduqca 2 zolaq bura. Gələk artıq burada sürücülər bir-birini başa düşər. Bir-birinə şərait yaradır. Uğurlar olsun.